Ya Allah, Bismillah, Əssalamu əleykum, hörmətli izləyicilər, əziz mömin bacı və qardaşlar. Bugün Həzrət Əli əleyhissalamla xanım Fatimə-i Zəhra anamızın, salamullah əleyhanın evliliyinin il dönümüdür İslam tarixində. Ona görə də bugün evlə bağlı olan gözəl bir dua paylaşmaq qərarına gəldik ki, xeyirlərə vəsilə olsun inşallah. Hər cürə xeyir və bərəkətin evin üzərinə yağması üçün olan bir dua nə buyurulur qaydasında? Qaydasında buyurulur: Əgər evinin üzərinə xeyir və bərəkət qapılarının açılmağını istəyirsənsə, bu ayələri yazıb evinin bir yerindən as. Biiznillah məqsəd hasil olar. Yazılacaq ayələr burada bunlardır. Buyurun, skrin eləyin, götürün. A4 vərəqə xətsiz kağıza yazın, yazarkən adi qələmlə yaza bilərsiniz. Kamil şəkildə dəstəmaz alın, təharətli halda, pak bir, halal bir məkanda üzü qibliyə əyləşin, salam salavatla başlayıb, bismillahla başlayıb yazın, bitirin. Yazdıqdan sonra üçbucaq şəkildə büküb evinizdə bir yerdən asın. Kim ki zəfəran gül suyu ilə yaza bilirsə, zəfəran gül suyu ilə istifadə eləsin. Allah səbəb salsın inşallah, xeyrin görün. Sağ olun izlədiyiniz üçün. Allah əmanət olun.